Salam dostlar, bugünlər sizinlə Java CSF mövzusunda konverterləri öyrənəcəyik. Konverterlərin hazır iki tipi var. Data time, bir də number tipində. Bunların isə necə istifadə olunduğuna baxacaq. Əvvəlcə yeni bir proyekt yaradaq. CSF yapıyoruz. Və controller klasımızı yaradaq. Controller klasımızın kontrol klası olduğunu göstərək. Ad verək və session scope. İndi isə bir data tipində bir dəyişən yaradaq. Bu bizə sistemdən vaxtı verəcək. Biz isə onu istədiyimiz cür çevirəcəyik. Get setini əlavə edək. Və gələk indeksə. Əvvəlcə yoxlayaq görək. Bu bizə necə verəcək. Və serverimiz açılsın. İndi isə proyektimizi run edək. Browserimiz açılsın. Və sistemdən bizə bu formatda gəldi. Gəlin indi biz konverterlə dəyişək. Bunun üçün output text'i bu cür bağlayırıq və içinə f 2.converter yazdığımızda 3 konverter gəlir. Üçüncü öz yazdığımız konverterləri əlavə etmək üçündür. İlk ikisi isə bayaq dediyim kimi həm vaxt, həm də
rəqəmlərlə işləmək üçündür. Biz hələ ki data time'a baxaq. Bunun pattern adlı xüsusiyyəti var. Burada patternə biz YYYYMD yazsaq, bu bizə Y yəni Y, M months, D day verəcək. Burada M böyük yazılmalıdır, çünki kiçik M olduqda vaxtı, minutu göstərir, dəqiqəni. İndi isə bu formatda görək necə olacaq. Gördüyünüz kimi 2013 7-ci ay ayın 18-i. İstəsək araya nə istəsək qoya bilərik. Slash qoyaq, save edək, enter basaq və gördüyünüz kimi araya slashlar doldu. İndi isə pattern hissədən istədiyinizi edə bilərsiniz və ya sistemdən gələni vermək üçün olduğu kimi data style var. Bura full yazdığınızda sizə ikinci gün iyulun 18-i 2013-cü il tam olaraq verir. İndi isə gəlin nəyə baxaq? Biz indi rəqəmlərlə işləyən konverterdən istifadə edək. Bunun üçün controllerdə bir rəqəm tipi yaradaq. Misal üçün double yaradaq. Adı salary olsun və get setini əlavə edək. İndi isə gələk indeksdə biz elə edək ki, o biri səhifədə bunu görək. Bunun üçün bir input text qoyaq. Input text salary'yə geçsin, dəyişən və bir button qoyaq. Always send olsun. Action'ı info xhtml-ə geçsin. İndi gələk biz info xhtml-imizi yaradaq. Info open deyək. İndi isə infodan bunu götürək. Text value bu bizdə olacaq control klasındakı salary. Converter əlavə etmək üçün belə bağlayırıq və if converter number. Burada da pattern var. Pattern'də 0.00 yazsaq, yəni tam və kəsr hissədə 2 dənə rəqəm göstərəcək və bunu yoxlayaq birinci. Bura bir dənə form əlavə edək. Və run edək görək nə olur. İndi biz bura nə yazaq? Misal üçün 5 nöqtə biz
çoxlu rəqəmlər yazaq. Görək o bizə nə verəcək. Cent dediyimizdə 70 verdi. Biz bura 69 yazdıq. Ondan sonraki 8 olduğuna görə yuvarlaqlaşdıraraq 5-dən yüksək olduğuna görə 70 verdi və 2 rəqəm saxladı. İndi isə misal üçün bir rəqəm yazaq sonradan və arxasına 1-0 əlavə etdi. Biz istəsək buradan misal üçün 1-0 yazaraq orada bir rəqəm görsənər və ya çoxlu 0 yazaraq çoxlu rəqəmlər görsənər və ya sadəcə 0 yazaraq double-ın ancaq tam hissəsini bizə verər. Yoxlayaq. Misal üçün 5 tam nə qədərsə olsun və cent dediyimizdə ancaq 6-nı verir, çünki yuvarlaqlaşdıranda artıq 6 olur. 5 tam 1-2-3 dediyimdə artıq sadəcə 5-i verəcək, yuvarlaqlaşdırsa da artmayacaq. Və yenə 56. İndi isə nə edək? Gəlin bunu dəyişdirək. Burada currency simvol var. Burada nə yazacaq? Yəni misal üçün pul vaidini göstərmək üçün dollar qoyaq. Sonra isə type-ını isə currency-ni qoyaq və indi yoxlayaq. Misal üçün indi biz 5 yazdığımızda sonunda qabağına dollar işarəsi qoyacaq pul vaidini göstərmək üçün və ya bura percent yazdığımızda onu faiz kimi bizə verəcək. Sen dedək. Gördüğünüz kimi faizlə verdi. Sonra bizdə deməli pattern və currency simvoldan istifadə edərək müxtəlif konverter edə bilərik. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərə dək hələlik.